İyulun 30-u Daşkəsən rayon sakinləri 2010-cu il təvəllüdlü Qismət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun kənd təsərrüfatı işləri ilə məşğul olmaq məqsədi ilə evdən çıxaraq itkin düşmələri barədə rayon polis şöbəsinə məlumat daxil olmuş və hər iki şəxsin axtarılması istiqamətində intensiv əməliyyat axtarış tədbirləri aparılıb. Baş prokurorluqdan son xəbərəzə verilən məlumata görə, sentyabrın 24-də rayon prokurorluğuna daxil olmuş məlumata əsasən, Göygöl Kəlbəcər rayonu Murovdağ silsiləsindəki düşmən tərəfindən minalanmış ərazidə ilkin ehtimala görə minaya düşmələri nəticəsində Qismət Bayramov və Ülfət Rüstəmova aid meyit fraqmentləri aşkar edilib. Prokurorluq və polis əməkdaşları, o cümlədən prokuror kriminalistlər tərəfindən məhkəmə tibb ekspertinin və Mina Təmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı meyit qalıqları və müxtəlif geyim əşyaları aşkar edilib, həmin fraqmentlərin Qismət Bayramova və Ülfət Rüstəmova aid olub-olmamasını müəyyən etmək məqsədi ilə məhkəmə tibbi genetik ekspertizası təyin edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən istintaq davam etdirilir. Nəticəsi barədə əlavə məlumat veriləcək. Şəhid milli qəhrəman general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova ilk dərs günü atasının məzarını ziyarət edib. Big Az Lentaza istinadən xəbər verir ki, ilk dərs günü Ağ xalatda 2-ci Fəxri xiyabanda atasının məzarını ziyarət edən şəhid qızının bu addımı hər kəsi heyran edib. Qeyd edək ki, Aybəniz Həşimova bu il Azərbaycan Tibb Universitetinə daxil olub. O, bugündən müalicə işi ixtisası üzrə təhsil almağa başlayıb. Azərbaycanda general-mayor vəfat edib. Oxu-Azın məlumatına görə, Azərbaycan Respublikasında Interpolun Milli Mərkəzi Bürosunun sabiq rəisi polis general-mayoru Mehman Təhməzov ötən gün vəfat edib. Ailəsi Oxu-Aza məlumatı təsdiqləyib. Bildirilib ki, general-mayor böyrək çatışmamazlığından vəfat edib. Ötən gün Afaq Gəncəlinin aparıcılığı ilə nümayiş olunan ATV maqazin onlarla verilişinin yeni aparıcısının bəlli olması barədə məlumatlar yayıldı. Biqaz xəbər verir ki, yayılan məlumatlara görə verilişə Nanə Ağamalıyeva aparıcılıq edəcəkdir. Lakin Nanə bu xəbərin yanlış olduğunu elan edib. Belə ki, aparıcı sosial media hesabında bu barədə məlumat yayıb. Həftə içi 5 gün, günün sədası və bazar günü Nanəli verilişində görüşərik inşallah. Qeyd edək ki, bundan əvvəl Nanə eyni adlı verilişlərin aparıcısı idi.